Bugün ən sevdiyim şirniyyatlardan biri olan Magnolia hazırlayırıq. Mən həmişə birinci qabı hazırlayıram. Qabı hazırlamaq üçün də piçenyeləri əzməliyik. Bunun üçün blenderdan istifadə edirəm. Çox da un kimi, toz kimi olsun istəmədim. Biraz belə irili xırdalı. Mən belə sevirəm. Yəni də hər kəsin öz seçimidir. Bəzi insanlar qat-qat yığır, amma mən elə birbaşa edirəm. Bu piçenyekin dadını yalnız sonda sevirəm də. Mən meyvəli tort olsun, ya meyvəli desert olsun, meyvəsinin bol olmasını sevirəm. Bəzən meyvəli tort və yaxud da ki, hər hansısa bir desertdə çox az istifadə edirlər. Yəni onun adı meyvəlidirsə, içi də bol-bol meyvə dadını hiss etməliyik. Məncə belədir. Mən ona görə özüm edəndə çox istifadə edirəm. Başladım belə bəzəməyə. Həmçinin birinci qatına da belə əlavə edirəm çeyrəkləri. Mühəllibinin üzərinə də istifadə edəcəyəm. İndi isə keçək bu qablarımıza. Kənarlarına qoyanda mənə elə gəlir ki, daha az su olur. Necə çörək əgər saxlayacaqsınızsa bir gün. Tövsiyə edirəm ki, belə kənarlarına yığın, amma içinə yığmayın. Nə zaman içinə vursam, növbəti gün çox pis sulanırdı, suyunu buraxırdı. Bir yumurtanın sarısını istifadə edirik. Daha sonra 3 yemək qaşığı un, 1 litr də süd əlavə edirik. Daha sonra 1 yemək qaşığı nişasta əlavə edirik. 1 stəkan şəkər tozu əlavə edirik. Mən qaynayana qədər qarışdırıram dayanmadan, topak-topak olmasın deyə. Və bişənə yaxın artıq qaynayanda 1 yemək qaşığı kərə yağı əlavə edəcəm. Mən sandadan istifadə edəcəm. Bəzən istifadə edirəm, bəzən etmirəm. İstifadə etməsəniz əgər, qaynayandan sonra, bişəndən sonra çox tez bərkiyəcək. Məsələn, bəzən qablara tökəndə çox sərtləşmiş olur artıq. Həm sərtləşməsin deyə, həm də belə topak-topak olmasın deyə kərə yağı vursanız yaxşı olur. Amma istifadə etməsəniz də olar. Yenə də öz seçiminizdir. Belə pürüzsüz bir mühəllibi alındı. İndi tökürük. Mühəllibi, bəzən bilmirəm sizdə də belədir ya yox. Eyni ölçüdə məhsulları istifadə edirəm hər zaman. Sufle bişirəndə də bu ən çox başıma gəlir. Bəzən 4 stəkanlıq çıxır, baxırsınız ki, bəzən 6 stəkanlıq. Niyə belədir özüm də bilmirəm. Yəni indi düşünmüşdüm ki, az olacaq, ona görə az etmişdim. Amma gördüm ki, maşallah, qəşəng bərəkətləndi. Mən də ona görə stəkan sayını artırmağa qərar verdim. Dekor olaraq həm də biz sevirik kakos səpdim. İstəsəniz siz də kakos əlavə edə bilərsiniz. Qoz da olar. Kim necə istəyirsə.